Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi sizə bugün güvən nəşrlər tərəfindən keçirilmiş 10-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Başlayaq ilk sualdan. İlk sualımız 61-ci sual. Və sualımız belədir. Bərabərsinin ən böyük tam həllini tapın. Burada nə edəcəyik? Bərabərsinin hər tərəfini 6-ya vursam, sol tərəfi 6-ya vuranda alınır 9x çıxılsın 6x eşitdir. Sağ tərəfi 6-ya vuranda alınır 2x çıx 6. 9x-dən 6x çıxanda 3x eşitdir 2x çıx 6-dan 2x-i bərabərsinin sol tərəfinə keçirsək 3x çıx 2x eşitdir mənfi 6-dan və x mənfi 6-dan kiçik. Yəni x-imiz mənfi 6-dan kiçik. Mənfi 6-dan kiçik ən böyük tam həll mənfi 7-dir. Yəni doğru cavabımız burada B variantı. Mənfi 7-yə bərabərdir. 62-ci sual. Alfanı verib 0-la 90 dərəcə arasında kosinus alfanı da verib 3/1. Tangens alfanı soruşur. Deməli, alfamız 2 bucaqdır. Bura olsun 90 dərəcə. Kosinus alfanı verib 3/1. Mən bura alfa deyirəm. Düzbucaqlı üçbucaqda kosinus deyəndə qarşı bitişik katetin hipotenuza nisbəti deməkdir. Bir üçə nisbəti olduğu üçün bura k olacaq, bura olacaq 3k. Pifaqorla mən buranı tapa bilərəm. K kvadrat üstə gəl x-in kvadratı bərabərdir 3k-nın kvadratı. Yəni Pifaqor teoremi nə deməkdir? Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Buradan alınır x kvadrat bərabərdir 9k kvadrat çıx k kvadratı. X kvadrat bərabərdir 8k kvadrat. X kvadrat bərabərdir 8k kvadratını yazıram. 2 vur 4 vur k kvadrat. Hər tərəfdən kök alsam x bərabərdir 2k kökdə 2. Deməli, x-imiz olacaq 2k kökdə 2. X-imiz buna bərabərdir. Bizdən tangens alfanı soruşur. Düzbucaqlı üçbucaqda bucağın tangensi bucağın qarşısındakı katet, yəni 2k kökdə 2 bölünsün bitişik katet, yəni k-ya. Burada k-lar ixtisar gedəcək və nəticə alınır 2 kökdə 2. Yəni doğru cavabımız olacaq C variantı. 63-cü sual. A vektoru, B vektoru və C vektoru verilib. Deyir ki, C vektoru bərabərdir MA vektoru, istər MB vektoru olarsa, M-in aşağıdakilərin hansıdır? Baxın, A-nın koordinatlarını, A vektörünün koordinatlarını M-ə vurub. M-ə vursa nə olacaq? Olacaq MA vektoru olacaq 3M, 4M. B vektorunun koordinatlarını N-ə vurub. B-nin vektorları olacaq onda. Yəni N vurulsun B vektoru olacaq. Deməli, mənfi 2N, 5N. İndi bunları toplasaq 3M, üstə gəl, mənfi 2N, bir də 4M, üstə gəl, 5N. Yəni, bu vektoru verəcək. Yəni, C vektoru buna bərabərdir. Bu da bərabərdir 8, 3. Deməli, burada nə görürsünüz? Burada, baxın, bu hissə 8-ə bərabərdir. 8-ə. Sonra, bu hissə isə 3-ə bərabərdir. İndi başlayaq, baxaq. Yazırıq 3M çıx 2N bərabərdir 8, 4M üstə gəlir 5N bərabərdir 3. Nə alındı? M və N-ə görə xətti tənişlər sistemi alındı. Birincinin hər tərəfini 5-ə vursam 15M çıx 10N bərabərdir 40. İkincinin hər tərəfini 2-yə vursam 8M 2-yə vuranda 10N bərabərdir 6. Tərəfləri toplasam
tıklasam, baxırıq ki, n'lər islah olunacaq. Və alınır burada 23m bərabərdir 46-ya. Deməli, m neçədir? M2. M-i tapdıq 2. M2-dir. Gətirib burada yerinə yazsaq, m yerinə 2 yazsam, alınacaq 8 plus 5n bərabərdir 3-ə. 5n bərabərdir -5-ə. N də olacaq -1. M 2-dir, N də -1-dir. N birinci gəlir 2, N də -1. Doğru cavab olacaq C variantı. Deməli, M 2-dir, N də -1. Keçdik. Növbəti sual. 64-cü sual. İfadəsinin qiymətini hesablayın. -15'in modulu müsbət 15'dir. Çıxılsın -3'ün də modulu 3'dür. Bölünsün -4'ün modulu 4'dür. 15'dən 3 çıxanda 12. Bölünsün -4 və nəticə olacaq -3. Doğru cavab A variantı, yəni -3'ə bərabərdir. 65-ci sual. Ədədləri həndəsi silsilənin ardıcıl 4 həddi olarsa, B-ni tapın. Ardıcıl 4 həddi. İndi mən yaza bilərəm ki, burada ardıcıl hədlər olduğu üçün 4 ilə A-nın hasili, yəni B1 ilə B3-ün hasili 4 vur A bərabərdir B2-nin kvadratı, yəni 2 üstü B-nin kvadratı olacaq 2 üstü 2B. Yəni 4 üstü B olacaq. Burada çıxır ki, A bərabərdir 4 üstü B-ni 4'ə böləndə 4 üstü B çıx 1. A buna bərabərdir. Digər tərəfdən də nəyə baxırıq burada? 4'ün kvadratı bərabərdir. 4'ün kvadratı bərabərdir 2 üstü B vurulsun 8 bölünsün nəyə? A-ya. 4'ün kvadratı bərabərdir 2 üstü B vurulsun 8 bölünsün 4 üstü B çıx 1. İndi hamısını 2 əsasına gətirsəm, 4'ün kvadratı 16'dır, bu da 2 üstü 4 deməkdir. Bərabərdir 2 üstü B vur 2'nin kubu vurulsun. Baxın, 4 üstü 1 çıx B yazıram. 1 çıx B. 2'nin kubu 2 üstü 4 ixtisar gedir. Burada 1, burada 2 qalır. Və alınır burada 2 bərabərdir 2 üstü B vurulsun. 4 2'nin kvadratıdır. Ona göre yazırıq ki 2 üstü 2 çıx 2B. 2 bərabərdir 2 üstü vuranda qüvvətləri toplamaq lazımdır. 2 çıx B olacaq. Burada çıxır ki 2 çıx B bərabərdir 1'ə. Deməli B neçədir? B 1'dir. Deməli doğru cavab burada B 1'ə bərabərdir. B1 A da 1. Doğru cavabımız B variantı. 66-cı sual. Diaqrama əsasən B çıx A-nın element sayısını soruşur. B çıx A olan hissə haradır? Yəni yalnız B-yə daxil olsun. Bu hissədir. Bu hissə yalnız B-yə daxildir. Rənglədiyim hissə yalnız və yalnız B-yə daxildir. Element sayısı da görürük ki, burada 1, 2, 3 tane element var. Ona doğru cevabımız olacaq burada C variantı. 67-ci sual. Tangens x 4'də 1 və tangens y 2'də 1 olarsa, kotangens x plus y ifadəsinin qiymətini tapın. Deməli, tangenslər verilib. Mən tangens x plus y hesablasam bəs edəcək mənə. Bunun da tərsi olacaq kotangens. Bu bərabərdir tangens x plus tangens y bölünsün 1 çıx tangens x vur tangens y-ə. Bu da bərabərdir. Tangens x-imiz nədir? 4'də 1 plus 2'də 1 1 çıx 4'də 1 vur 2'də 1. İndi sürəti də məxrəci də 8'ə vuracam. Sürəti 8'ə vuranda alınır 2 plus 4. Məxrəci 8'ə vuranda alınır 8 çıxılsın 1. Və buradan da alınır ki, tangens x plus y bərabərdir. Sürətdə 6, məxrəcdə isə 7.
Tangens x plus y 7'də 6'dır. Ona görə kotangens soruşduğu üçün bunun tərsi. Yəni 6'da 7 olacaq. Doğru cavab B variantı. Üzr istəyirəm, C variantı. 68-ci sual. Tənlinin köklərinin cəmini tapın. Modulu 5 olan ədədlər birincisi x çıx 3 müsbət 5'dir. İkincisi də x çıx 3 mənfi 5 olmalı ki, modul 5 olsun. Buradan x çıxır 8. Buradan x çıxır mənfi 2. Kökləri cəmi soruşduğu üçün 8 üstə gəlin mənfi 2. Nəticə olacaq 6. Doğru cavab B variantı. 6'ya bərabərdir. 69. 7 elementli çoxluğun 3 elementli alt çoxlarının sayını tapın. Bunu kombinizonla tapacağıq. Kombinizonla. Çünki ümumiyyətlə məsələn hər hansı bir çoxluq yazıram. A ilə B. Burada B ilə A-nın yerini dəyişsəm, yəni BA yazsam, burada yenə eyni çoxluqdur. Fərq eləmir. Fərq eləmədiyi üçün bu artıq nədir? Kombinizondur. 7 nə element var? 3 dənəsini seçməliyəm. Kombinizon 7'dən 3. Bu da bərabərdir. Deməli 7 faktorial. Bölünsün fərqi 4 faktorial. Vurulsun 3 faktorial. Bu da bərabərdir. 7 faktorialı belə yazıram. 7 vur 6 vur 5 vur 4 faktorial. Bölünsün 4 faktorial vurulsun. 3 faktorialda 3 vur 2 vur 1. Baxırıq. Bunlar ixtisar gələcək. 3, 2, 1'in hasili 6'dır. 6'lar da ixtisar gələcək. 7 dəfə 5, 35. Yəni doğru cavabımız olacaq A variantı. 35'e bərabər. 70-ci sual. Tangens x bərabər köklü 3 tənlini həll edin. Buradan yazırıq ki, tangens x bərabər A tənlinin həlli. Yəni x bərabərdir. Arc tangens köşdə 3 üstəgəl pi k. X bərabərdir. Tangens köşdə 3'ü alır 60'da. Yəni pi bölü 3 üstəgəl pi k'da. Doğru cavabımız Y variantı. Pi bölü 3 üstəgəl pi k. 71-ci sual. Düz xətti bucaq əmsalını tapın. Y bərabərdir. Kx plus B şəklində verilibsə düz xətt. Bucaq əmsalı x'in əmsalı, yəni k'dır burada. X'in əmsalı da mənfi 2'dir. Ona görə doğru cavab olacaq Y variantı. Mənfi 2'ye bərabər. 72-ci sual. 4 kişi və 6 qadından ibarət bir qrupdan təsadüfən 3 nəfər seçilir. Seçilən 3 nəfərdən yalnız birinin kişi olması ehtimalını tapın. Deməli, 3 nəfər seçiləcək. Yəni, ümumi 4 plus 6, 10 nəfər adam var. Bunların içərisindən 3 nəfər seçməliyəm. 3 nəfər seçməliyəm. İndi, ondan 3 nəfər seçməliyəm. Məsələn, A şəxsi seçdim, B şəxsi seçdim, C şəxsi seçdim. Bunların yerlərini dəyişsəm fərq eləmir. Fərq eləmədi, çünki bu kombinizondur yenə. Ona görə də 10 nəfərdən 3'ünü seçirəm. Bu bütün mümkün halların sayıdır. İndi deyir ki, seçilən 3 nəfərdən yalnız birinin kişi olması. Deməli, bir nəfər kişi olmalıdır. Yerdə qalan 2 nəfər də qadın. Deməli, kişilərin sayı 4 olduğu üçün kombinizon 4'dən 1, yəni kişinin 4 üstündən seçə bilərəm. 4'dən 1. Qadınların sayı 6 olduğu üçün vurulsun kombinizon 6'dan 2. Bu da bərabərdir. Bunu hesablayaq. Kombinizon n'dən 1 n deməkdir. Yəni, burada 4 yaza bilərəm. Kombinizon 6'dan 2'ni belə yazıram. 6 vur 5, 2 vur 1. Bu da bərabərdir. Bu da bərabərdir 60. Yəni 60'a bərabərdir. Bunu tapdıq. Şimdi kombinizon 10'dan 3. Bunu belə yazırıq. 10 vur, 9 vur 8, 2 yox, 3'dən başlamalıyıq. 3 vur 2 vur 1. Bu da bərabərdir. 3 dəfə 2, 6 vur 1, bura edir 6. Bura 6. Deməli, bura 6 elədiyi üçün, deməli, nəticə olacaq burada. 98, 72, 72. 72'ni 6'ya böləndə 12, 120 də burada. Deməli, bütün mümkün halların sayı 120'dir. Əlverişli halların sayısı 60'dır. 60'ı 120'yə bölsək, olacaq 2'də 1 ehtimal. Yəni, doğru cavab olacaq
Y variantı. 2'də 1 ehtimal olacaq. 73. Radiusu 18 sm olan təkər bir tam dövr etdikdə nə qədər məsafə qət edər? Deməli, bir tam dövr. Bir tam dövr, yəni çevrənin uzunluğunu soruşur da. 2 piyeri soruşur bizdən. 2 piyer. 2 vurulsun pi 3'dür. Radiusu da 18'dir. Yəni bir tam dövr bu deməkdir. Bu da bərabərdir 108. Doğru cavab olacaq B variantı. 74. Ədədlər sırasının medianını tapın. Medianı tapmaq üçün ədədləri kiçikdən böyüyə doğru düzmək lazımdır. İlk. Deməli, birincisi olacaq 2, sonra 6, 2'nin 6, sonra 95, 95, sonra 98 və ən sonu nədir? 100. Baxıram ki, sırada tək sayda element var. Tək sayda olanda median ortancıla bərabərdir. Yəni doğru cavabımız burada olacaq 95. Yəni median 95'ə bərabərdir. Cüt sayda olsaydı ortancıl ikisini toplayıb yarıya böləcəkdi. 75-ci sual. Məhsulun qiymətini 20% azaltdılar. Sonra yeni qiyməti də 10% azaltdılar. Məhsulun əvvəlki qiyməti neçə faiz azalır? Əvvəlki qiymət 100-dürsə, 20% azalandan sonra olur 80. Bu 80 təzən 10% azalır. 80 10% azalsa, deməli 80 90% qalır. 80 vur 90 böl 100. Olacaq 72. Baxın, 100'dən 72'ye düşüb. 28% yiyib azalıb. Doğru cavab 28%'dir. 76. Ədədlərin əlçovunu tapın. Burada əlçovda nəyə baxırıq? Ortaqların ən böyük qüvvətlərini götürmək lazımdır. Bir də ortaq olmayan varsa onları da götürmək lazımdır. Baxırıq. Ortaq 2 və 5 görünür. 2'dir. Ortaqlar. Bir də 5'dir. İndi ortaqların da ən böyük qüvvəti. Baxın, 2'nin kubu 2/1. 2'nin kubunu götürəcəm. 5'in kvadratı 5/1. 5'in kvadratını götürəcəm. Bir də ortaq olmayanlar hamısını götürmək lazımdır. Bir də vur 3'ün kvadratı. Əlçovda bu şəkildə yazırıq. Deməli 8. 2'nin kubu 8. Vur 25. Vur 9. 8 dəfə 25 200. Vur 9. Olacaq 1800. Yəni doğru cavab burada 1800'ə bərabərdir. 77. Fərid Malikdən 2 dəfə sürətli işləyirsə, Malikin 6 saata gördüyü iş Fərid neçə saata görər? Təbii ki, Fərid burada 3 saata görəcək. Çünki Fərid 2 dəfə sürətli işləyir. Malik 6 saata görürsə, Fərid daha tez görəcək və nəticədə 6'nı 2'yə bölmək lazımdır və 3 saat olacaq. 78-ci sual. ABCD proqramının A və B bucalarının tənbəlləri Y nöqtəsində kəsişir. AY 15 sm, BY 8 sm, AD 21 sm olarsa, ABCD proqramının perimetri neçə santimetr olar deyir. İndi proqram çəkməliyik biz burada. Deməli, burada demir, tənbəllər harada kəsişir? Qarşı tərəf üzərində kəsişir və yaxud daxili kəsişir və yaxud da xarici olsa kəsişir. Bunun önəmi yoxdur, onsuz da həllə təsir eləməyəcək. Deməli, A, B, C, D. Bu şəkildə. Bura 21. 21. A, D 21. Düz şəklə görə biraz uyğunsuzluq çıxdı biraz. Yəni dəyişək bunu. Şəkli düzəlməklə çəkək. Hətta belə eləyək. Bura A, D deyək. Bura B, bura C. Bu şəkildə. Fərqi yoxdur. Bu tənbəllərin kəsişmə nöqtəsi daxilə götürə bilərsiniz. Qarşı tərəf üzərinə də götürə bilərsiniz və ya xaricdə də götürə bilərsiniz. Heç bir problem yoxdur. Eyni cavab çıxacaq burada. Bura deyirəm Y. Y. İndi bura alfadır. Burada alfadır. Bura betadır. Burada betadır. Biz bilirik ki, proqramda bir tərəfdəki bucaların cəmi 180'dir.
Yəni 2 alfa ilə 2 betanın cəmi bərabər 180-ə. Hər tərəfi 2-yə bölsəm, alfa ilə betanın cəmi olacaq 90 dərəcə. Alfa ilə betanın cəmi 90 olduğu üçün, deməli AYB bura olacaq 90 dərəcə. Bunu bildik. AY-ni verib 15, B-ni verib 8, AD-də 21. Biz artıq AYB düzbucaqlı üçbucağından AB tərəfini tapa bilərik. Pifaqor teoremini tətbiq eləsək, hipotenuzun kvadratı AB-nin kvadratı bərabərdir katetlərin kvadratları cəmi 8-in kvadratı üstəgəl 15-in kvadratı. AB-nin kvadratı bərabərdir 64 üstəgəl 225. AB-nin kvadratı bərabər 289. AB də olur neçə? 17. Perimetri soruşur. Perimetr 17 ilə 21-i toplayıb vuracam nəyə? 2-yə. 17-dən 21-in cəmi 38, vur 2, 76. Yəni, burada doğru cavab 76-ya bərabərdir. 79-cu sual. İfadəsinin qiymətini hesablayın. A plus B-nin kvadratı bizə nə verir? A kvadrat, yəni birincinin kvadratı. Üstə gəl, hasillərin iki misli. 2 kosinus 58 dərəcə, kosinus 2 dərəcə. Üstə gəl, ikincinin kvadratı, kosinus kvadrat 2 dərəcə. Üstə gəl, sinus kvadrat 58 dərəcə. Çıxılsın 2 sinus 58, sinus 2 dərəcə. Üstə gəl, sinus kvadrat 2 dərəcə. İndi burada nəyə baxırıq? Kosinus 58 dərəcə kvadrat, bir də sinus kvadrat 58 dərəcə. Bizə nəyi verir? Cəmləri 1 verir. Bunu bildik. Sonra kosinus kvadrat 2 dərəcə, sinus kvadrat 2 dərəcə. Cəmləri yenə 1 verir. Deməli, cəmlər 1 verdiyi üçün 1, 1, 2. 2 üstə gəl, 2 üstə gəl. İndi isə bu ikisindən qaralı görünmədi ümumiyyətlə. Deməli, biri budur. Bununla bu. Bunları birləşdirsəm, bu da bizə düstur verəcək. Və ikinci çardan mütərizə xaricinə kosinus 58 dərəcə, kosinus 2 dərəcə, kosinus 2 dərəcə, çıx sinus 58 dərəcə, sinus 2 dərəcə. 2 üstə gəl, 2 vurulsun. Bu bizə nəyi verir? Yəni, kosinusda hər ikisi birinci kosinusdur, sonra sinusdur. Yəni, bu kosinusun düsturudur. Çıxma olduğu üçün toplama olacaq. Kosinus 58-dən 2-ci cəmi 60 dərəcə. 2 üstə gəl, 2 vurulsun, 2-də 1. 2-lər gedəcək. 2 plus 1 nəticə olacaq 3. Yəni, doğru cavab burada 3-ə bərabərdir. 80-ci sual. 1,8 nöqtəsindən keçən fx parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Baxırıq, 1,8 nöqtəsindən keçir. Bura x-dir, burada y-dir. Yerinə yazsaq, 8 bərabərdir. 3 vur 1-in kvadratı, çıx m vur 1, üstəgəl 17. 8 bərabərdir. 3 çıx m, üstəgəl 17. Buraya çıxır ki, m bərabərdir 20, çıx 8. M olacaq neçə? 12. M 12-dir. Ona görə parabol olacaq fx bərabərdir 3x kvadrat çıx 12x üstəgəl 17. Parabolamız bu şəkildədir. Mən burada bu parabolunu bu şəkildə yazıram. 3 vurulsun x kvadrat çıx 4x plus 4 yazsam bu tam kvadratdır. 3 dəfə 4, 3 dəfə 4, 12. Amma burada 17-dir. Plus 5 yazmalıyım ki, doğru alınsın. Deməli, fx bərabərdir 3 vurulsun, x çıx 2-nin kvadratı, üstəgəl 5. Əgər parabola a vurulsun, x çıx m-in kvadratı, üstəgəl n şəklində yazılıbsa, m-in təpə nöqtədir. Deməli, təpə nöqtə olacaq 2, 5. Təpə nöqtənin koordinatlarını tapdıq, 2 və 5. Düz suruna tapa bilərsiniz. Yəni, düz suruna tapa bilərsiniz, o da rahatdır. Yəni, düz sursuz daha məsləhətdir, daha rahat, belə yadda qalandı. Yəni, düz suru bilməklə əzbərçilik sadəcə olur. Belə amma rahat tapa bilərsiniz.
81-ci sual. Bərabərçiliyini həll edin. Bərabərçiliyini həll edin. Burada nə edəcəyik? 3'ü sola keçirəcəyik. 3'ü. Alınacaq x üstəgəl. X üstəgəl. 3 çıx x-in x-ə nisbəti çıx 3. Sıfırdan kiçik. Orta məxrəc kimi x-i götürəcəyik. X. Alınır. X kvadrat. Üstəgəl 3 çıx x çıx 3x. Sıfırdan kiçik. Sürətdə alınır. X kvadrat çıx 4x plus 3 bölünsün x. Sıfırdan kiçik. Sürəti belə yaza bilərik də. X çıx 3 x çıx 1 bölünsün x. Sıfırdan kiçik. İndi isə integral üsulu ilə artıq bunun həllini yazacağıq. Deməli, kökün biri 3'dür, biri 1'dir, biri də 0'dır. Məxrəcin kökü 0'dır. Sürətin kökləri biri 1, biri də 3. Heç birini almır. Hamısı boşluq içindədir. Ciddi bərabərsizlikdir. Ciddi bərabərsizlik. Qeyri-ciddi bərabərsizlik olsaydı, məxrəcin kökü yenə boşluq içində olacaqdı. İndi, ədəd oxu bölündü. Baxın, verilən bu hisslərə bölündü. 3'ün sağında x'in yerinə 4 seçsəm, x'in yerinə 4 yazsam, hamısı müsbət. Hasil müsbət və x-ə də bölsə, nəticə müsbət olacaq. Hamısı müsbətdir. 1 ilə 3 arasında x'in yerinə 2 yazsaq, artıq biri mənfi olacaq. Biri mənfi olduğu üçün nəticə olacaq mənfi. 0 ilə 1 arasında 2 ilə 1 seçsəm, x'in yerinə 2 ilə 1 yazsam, x'i mənfi. İkisi mənfi olduğu üçün nəticə olacaq müsbət. 0'ın solunda x'in yerinə mənfi 1 yazsaq, 3'ü də mənfi. 3 də mənfi olduğu üçün nəticə olacaq mənfi. Bizdən də nə soruşur burada? Bax, ən son yazdığımız budur da. Ən son yazdığımız budur. Bizdən də soruşur ki, 0, yəni mənfi olan hissəni soruşur. Mənfi olan hissə mənfi sonsuzluqdan 0'a birləşir 1, 3. Yəni doğru cavabımız budur. Mənfi sonsuzluq 0 birləşir 1, 3. 82-ci sual. Deyir ki, A, B, C, D nöqtələri verilib, koordinatlarla verilib. A, B vektoru C, D vektoruna deyir, paralel olarsa x tapın. A, B vektoru nə deməkdir? A, B vektoru. Baxırıq, son nöqtə hansıdır? B-dir. Deməli, vektorun uc nöqtələrinin koordinatları verilibsə, vektorun koordinatlarını tapmaq üçün son nöqtənin koordinatlarından uc nöqtənin koordinatlarını çıxmaq lazımdır. Deməli, 5'dən mənfi çıxanda 6, 5'dən 4 çıxanda 1. Sonra CD vektoru, CD. Son nöqtə D-dir. D-dən çıxmaq lazımdır. X-dən 3 çıxanda x çıx 3. 2'dən mənfi 1 çıxanda, 2'dən mənfi 1 çıxanda olacaq 3. İndi bunlar paraleldirsə, deməli 6'nın x çıx 3'ə nisbəti 1'in 3'ə nisbətinə bərabərdir. Buradan alır ki, x çıx 3 bərabərdir 18. X alınır neçə? 21. Yəni doğru cavab burada 21'ə bərabərdir. 83-cü sual. Düzbucaqlı üçbucaqda uzunluğu 15 sm olan kateti hipotenuzun 60%-nə bərabərdir. Bu düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyün hipotenuzla ayırdığı kiçik hissənin uzunluğunu tapın. Deməli, düzbucaqlı üçbucaq çəkirəm. Hipotenuza deyirəm C. Deyir, katetlərdən birini verib 15. Və bu katet də hipotenuzun 60%-nə bərabərdir. Yəni C-nin 60%. 60% 5'də 3'dür. 5'də 3'ü bərabərdir 15'ə. Burada C neçə çıxır? C çıxır. Deməli, ixtisarlar gələcək 3'ə. Burada 1, burada 5. Və C çıxır 25. C 25. Katitdə neçədir? Katitdə 15. Pifagorla digər katit tapa bilərik. Pifagorla bura çıxacaq 20. Daha birbaşa yazdım. İndi bizdən soruşur ki, bu düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyün hipotenuzla ayırdığı kiçik hissənin uzunluğu. Baxın, buradan hündürlük çəkirəm hipotenuza. Bizdən bu hissənin uzunluğunu soruşur. Bura x deyirəm. Bura x. Ümumi 25 olduğu için bura olacaq 25 çıx x. 25 çıx x. Bura C, bura A, bura B, burada H deyək.
Ümumiyyətlə, düzbucaqlı üçbucaqda bir xassa var. Oxşarlıqdan çıxır, çətinlik çıxarışı. Yəni, biz yaza bilərik ki, AC-nin kvadratı bərabərdir AH vurulsun AB-yə. 15-in kvadratı bərabərdir AHX. AHX-dir, vurulsun AB-də 25. 225 bərabərdir X vurulsun 25-ə və X alınır neçə? X alınır 9. Yəni, doğru cavabımız olacaq burada 9-a bərabər. 84-cü sual. Köşklərinin kvadratları cəmi 2 olan kvadrat tənliyinin 2 bərabər kökü olarsa, B-nin müsbət qiymətini tapın. Köklərin kvadratları cəmi, yəni bizə verir x1-in kvadratı ilə x2-nin kvadratı bərabərdir 2. Kvadrat tənliyi deyir 2 bərabər kökü var. 2 bərabər kökü varsa diskriminant 0 olmalıdır. Yəni B kvadrat çıxılsın 4AC olmalıdır 0. B elə x-in əmsalı B-dir. B kvadrat çıxılsın 4. A x-in əmsalı 1. C ilə C-dir. Olmalıdır 0. Yəni B kvadrat bərabər 4C-yə. Bunu bildik. B kvadrat 4C-yə bərabərdir. İndi mən bunu belə yaza bilərəm də. x1 plus x2-nin kvadratı çıx 2 x1 x2 bərabər 2. X1 ilə x2-nin cəmi çevrilmiş kvadrat tənlik olduğu üçün x1 ilə x2-nin cəmi ikinci həddin əmsalının əksi, yəni mənfi B. Hasil isə sərbəstdir, yəni C-yə bərabərdir. Yerinə yazsaq alınacaq B kvadrat 2 vurulsun C. Bərabər nəyə? 2-yə. Biz bunu aldıq. B kvadratımız 4C-dir. Yerinə yazsaq 4C çıx 2C bərabər 2-yə. 2C bərabərdir 2-yə. C bərabərdir 1. C-ni 1 tapdıq. C-nin qiymətini gətirib burada yerinə yazsaq alınacaq B kvadrat bərabər 4-ə. B də bərabərdir plus minus 2. B-ni tapdıq plus minus 2. B-nin müsbət qiymətini soruşduğu üçün cavab olacaq 2. Yəni, doğru cavab burada 2-yə bərabərdir. Və nəhayət gəlib çatdıq sonuncu suala. 126 ədədinin 7-dəki hissəsi hansı ədədin 13-də 3 hissəsinə bərabərdir? 126-nın 7-dəki hissəsi nə demək ki? 126 vur 7-də 2 bərabərdir. Hər hansı bir ədəd x. X-in 13-də 3 hissəsinə. İndi baxaq. Burada yəqin ki, ixtisarlar gələcək. 126 ilə 7 ixtisar gedir 7-yə. Burada 1, burada 18. Və buradan alınır ki, 18 vur 2 vur 13 bərabərdir x vur 3-ə. İndi 3 ilə 18 ixtisar gələcək. Burada 1, burada 6. Və buradan alınır ki, x bərabərdir 12 vur 13. Olacaq 156. Yəni, doğru cavab burada 156-ya bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın.